Allahın salamı olsun sizlərə, dəyərli izləyicilərim. Sizə bu günləri elə bir mini villa çıxartmışam ki, 2 sotun içində. Masazırın gözəl yerlərindən birində. Bu 2 sotda villanı sizə 128.000 manata verirəm. Paket kupça 2 sotun içində. Kərbalay fırlan bir dənə qardaşım. Həyətə bax. Gör nə boydadır. Həyətinə rahat 3 dənə, 4 dənə maşın girər. Rahat girər. Belə gül əkmək üçün yerləri, balkonu, mərtəbələr arası monolit beton, həyətində işıqlandırması, yerdən 1, 2, 3, 4, 5, 6, o da bir 7 daş kürsüdə. Deməli, daxil olduğu mənzilimizə bir dənə gəl bura bax, belə bir gözəl şəbəkə pəncərə ilə həyətə açılan belə bir mətbəximiz var. Kermogranitlə üzlənmiş bütün hissələr hamısı istipoldur. Mənzilimizdə yəni istifadə olunan inşaat malları hamısı keyfiyyətli məhsullardan istifadə olunur. Yəni çepə yoxdur da mənzildə. Baxırsan ki, çepə yoxdur. Bu aşağıda olan birinci hamam sanuzelimizdir. Bu da Kərbalay. Buranı da göstərim bax. Bir dənə qladovkaya bax. Belə də bir qladovkamız var. Və belə taxta bəzəmələrlə işlənmiş gözəl bir pilləkənimiz mövcuddur. İkinci mərtəbədə 3 otaq, bir hamam sanuzeldən ibarətdir. Mərtəbələr arası monolit betondur, yenə çatdırıram. Birinci qalxan kimi yekə bir hamam sanuzelimiz var burada. Və onu da nəzərdə çatdırım ki, pəncərələr hər biri qabağı açıqdır. Bu növbəti bir otaq və pəncərələr öz həyətinə açılır. Bu ikinci bir yataq otağımız. Və görürsən, kulçatorlara kimi hamısı qardaşım. Yəni orijinal şeylərdən istifadə olunub. Qapının ağzına qədər asfalt. Yəni o masazırın çox içərilərinə girmirsən də, yəni. Girdin, birinci arazdan yuxarı bu qalxdın, yem bazarı deyilən ərazi var. Onun yaxınlığında 2 mərtəbə, 4 otaq, 2 hamam sanuzel, paket kupça, 2 sotun içində 128.000 manat. Real alıcı ilə aşağı yuxarı inşallah razılaşma olacaq. Allah alanı da xeyir versin, satanı da xeyir versin inşallah. 114 əmlak olaraq hər birinizin xidmətindəyik.